İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl zinət əşyası keçirib. Qafqaz İnfonun əldə etdiyi məlumata görə bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinə məlumat daxil olub. İstintaqla məlum olub ki, Dövlət Vergi Xidmətinin İstintaq İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Orucov Fuad Tofiqoğlu, hazırda məhkum edilmiş Məhərrəmov Kamran İmranoğlu, Qurbanov Xəyyam Adiloğlu və digər şəxslərlə birgə cinayət əlaqəsinə girib. Fuad Orucov və digərləri Türkiyə Respublikası ərazisindən xüsusilə külli miqdarda ümumi dəyəri təxminən 1.700.000 manat olan 18 kiloqramdan artıq qızıl zinət əşyasını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriblər. Prokurorluq tərəfindən aparılan istintaq vaxtı Fuad Orucovun yaşadığı evə baxış zamanı Makarov tipli tapançaya aid 39 ədəd patron da aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və 206.3.3-cü vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə maddələri ilə cinayət işi başlanılıb. Fuad Orucov barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Hazırda qeyd olunan cinayətlərin törədilməsində başqa vəzifəli şəxslərin də əli olduğuna dair əsaslı şübhələr var. Həmin vəzifəli şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.